hərmələ əyilir, o 3 şöbəli oxu atır. Ox gəlir İmam Hüseynin qucağında Əli-Əsğərin boğazına batır. Yazırlar ki, başı düşür imamın qoluna, 6 aylıq balanın boğazına boydalar. Deyir, ox, 3 şöbəli ox uşağın boğazını deyir, biçdi. Deyir ki, ilahi, sən görürsən deyə mənə asan daha, yoxsa mən bu Əli-Əsğərin müsibətlə dözə bilməzsin. Əli-Əsğər əlində, indi imamı fikirləşir. Əli-Əsğər qucağında, Xeybədə xanım anası var axı. İmam qalıb ortada bilmir, qətlgaha getsin, yoxsa xeybələrə getsin. İmam Hüseyin əleyhissalam gəldi, xanım Zeynəb çıxdı. Dedi, Hüseyin, rəngüvə qurban qardaş. Bu uşağın günahı nə idi? Dedi, bacı götür bu balanı, apar ver anasına. Zeynəb gedir qabaqda, İmam Hüseyin arxada başını salıb aşağı. Rübab gördü, balasının başı kəsilib. Əba qıpqırmızı qanın içindədir. Gördü ki, İmam Hüseyin başını aşağı salıb, uşağı götürmədi. Gəldi İmam Hüseynin başına dolandı, dedi, ağa, mən istəyirsən Anon Zəhranın yanında xəcalətli eləyəsən. Mənim canım da sənə qurban olsun, balam da sənə qurban olsun. Rübab çox vəfalı xanım idi ki, adı tarixdə qeyd olunub. İmam Hüseyndən sonra sərin su içməzdi, kölgədə oturmazdı. Deyərdi, mənim Hüseynimi gün qabağında öldürdülər.